Namazın pis əməllərdən çəkindirmə funksiyası. Qurani Kərim kontekstində ardıcıllıq və mahiyyət. Giriş. Qurani Kərimdə namazın insanı pis və yaramaz əməllərdən çəkindirməsi açıq şəkildə vurğulanır. Məsələn, Əl-Ənkəbut surəsinin 45-ci ayəsində buyurulur. Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. Bu ayə namazın təkcə fərdi ibadət deyil, həm də əxlaqi mənəvi inkişafda mühüm rol oynayan bir vasitə olduğunu göstərir. Lakin gündəlik həyatdakı müşahidələr bəzən bu ayənin məfhumu ilə ziddiyyət təşkil edir. Çünki namaz qılan bir çox insanın hələ də əxlaqi pozuntulara və haqsız əməllərə yol verdiyi görünür. Bu elmi məqalə sözügedən ziddiyyətin səbəblərini Qurani Kərimin təqdim etdiyi tərbiyəvi ardıcıllıq kontekstində təhlil etməyi və namazın həqiqi funksiyasını izah etməyi qarşısına məqsəd qoyur. Namazın Qurani Kərimdəki funksiyası, rituallardan kənar dərk. Namaz İslamın əsas sütunlarından biri olsa da, onun mahiyyəti sadəcə ritualları icra etməklə məhdudlaşmır. Ayələr üzərində aparılan dərindən təhlil göstərir ki, Quran namazı iman və salih əməllər kimi fundamental prinsiplərdən ayrı şəkildə təqdim etmir. Əksinə, bir çox ayədə namazdan əvvəl iman gətirib salih əməl edənlər ifadəsi dəfələrlə təkrar olunur. Bu ardıcıllıq namazın əxlaqi mənəvi bir təməl üzərində inşa olunan, onu möhkəmləndirən və inkişaf etdirən bir ibadət olduğunu göstərir. Beləliklə, namazın pis əməllərdən çəkindirmə funksiyası avtomatik bir proses deyil, daha çox mərhələli və kompleks bir tərbiyə sisteminin sonrakı mərhələsidir. Bu sistem aşağıdakı ardıcıllığı əhatə edir. 1. İman. İnsan Allahın varlığına, təkliyinə, peyğəmbərlərə, ilahi kitablara və axirətə şuurlu şəkildə inanmalıdır. Bu iman, daxili bir dəyişimin başlanğıcı və əxlaqi məsuliyyətin əsasıdır. 2. Salih əməllər. İmanda səmimiyyət, insanın həyatını Allahın göstərişlərinə uyğun olaraq tənzimləməsini tələb edir. Bu, ədalətli olmaq, dürüstlük, şəfqət, haqqı müdafiə etmək və cəmiyyətə fayda vermək kimi davranışları əhatə edir. Salih əməllər imanın praktik təzahürüdür. 3. Namaz. Namaz, iman və salih əməllərin yaratdığı bu mənəvi bazanı qorumaq, gücləndirmək və davam etdirmək üçün bir vasitədir. O, insanı gündəlik olaraq Allaha bağlayır, daxili nəzarət mexanizmlərini işə salır və mənəvi təmizliyi təmin edir. Bu ardıcıllıq pozulduqda, yəni namaz iman və salih əməllərdən kənar, sırf bir ritual kimi icra edildikdə, onun əxlaqi təsiri əhəmiyyətli dərəcədə zəifləyir. Bu zaman namaz, Quranın Əl-Məun surəsinin 4-cü, 5-ci ayələrində xəbərdar etdiyi qəflət içində qılınan namaza çevrilir. Vay halına o namaz qılanların ki, onlar namazlarında qəflət içindədirlər. Bu qəflət, daxili məzmundan məhrum olan, yalnız zahiri formaya yönəlmiş ibadətin təzahürüdür. Kitabın oxunması və təfəkkürün önəmi. Əl-Ənkəbut surəsinin 45-ci ayəsinin kitabdan sənə vəhy olunanı oxu və namaz qıl hissəsi namazdan əvvəl bilik və anlayışın əhəmiyyətini vurğulayır. Kitabı oxumaq, vəhy olunanı öyrənmək, insanın hansı əməlin yaxşı, hansının pis olduğunu bilməsi deməkdir. Yalnız bu əxlaqi bilik və dəyərlər sistemi fonunda qılınan namaz, insanı pis əməllərdən çəkindirmək gücünə malikdir. Təəssüf ki, cəmiyyətdə tez-tez insanlara Qurani dəyərləri anlamadan, kitabı oxumadan birbaşa namaz qılmaq tövsiyə edilir. Bu yanaşma ibadəti formaya çevirir və əxlaqi dəyişiklik yaratmır. Din xadimlərinin və ya dini təbliğatçıların əsas yanlışlığı insanları təfəkkürə, biliyə və əxlaqi dəyişimə yönəltmədən birbaşa rituallara təşviq etməsidir. Bu, Qurani ardıcıllığın pozulmasına və namazın real təsirinin azalmasına gətirib çıxarır. Nəticədə, zahirən namaz qılan bir şəxsin daxili dünyası hələ də mal-mülk sevgisi, riyakarlıq, ədalətsizlik və digər mənfi duyğularla dolu qala bilər. Kitabı oxumamaq həm də firqə təbliğatçılarının təsiri altına düşməyə yol açır.
Namazsız salih əməlin zəifliyi və müşriklərin namazı ilə müqayisə. Bəzi insanlar, mən yaxşı əməl sahibiyəm, namaza nə ehtiyac var, düşüncəsindədir. Lakin salih əməllərin davamlılığı və qorunması üçün də namazın rolu əvəzsizdir. Namaz, insanı gündəlik olaraq Allaha hesabat verməyə, nəfsinin mənfi istəklərinə qarşı mübarizə aparmağa və mənəvi cəhətdən möhkəm qalmağa sövq edir. Quranda bildirildiyi kimi, namazı tərk edənlər şəhvətə uyarlar. Quran 19:59. Bu da salih əməllərə sahib olanların zamanla azma ehtimalını göstərir. Namaz, insanın daxili nəzarət mexanizmini gücləndirir və onu yanlış yollara düşməkdən qoruyur. Məkkə müşriklərinin namazı ilə müqayisə də bu məsələnin əhəmiyyətini vurğuluyur. Quran onların namazını tənqid edir. Onların namazı Kəbədə sadəcə əl çalmaq və fit çalmaq idi. Əl-Ənfal 35. Bunun səbəbi onların kitabdan bixəbər olmaları, əxlaqi dəyərlərə sahib olmamaları və imandan məhrum olmaları idi. Bugün də bəzi müsəlmanların vəziyyəti təəssüf ki, onlara bənzəyə bilər. Çünki ibadətin forma tərəfi məzmundan üstün tutulur. Nəticə. Qurani Kərimdə namazın pis əməllərdən çəkindirmə funksiyası sadə və avtomatik bir proses kimi deyil. Əksinə, iman, bilik, əxlaq və ibadət zəncirinin son halqası kimi təqdim olunur. Bu zəncirin hər hansı bir halqası qırılarsa, ibadətin sosial-mənəvi təsiri zəifləyir və ritual formalizmə çevrilir. Belə hallarda Quranın xəbərdarlığı aktuallaşır. Namaz qılmasına baxmayaraq, insan qəflət içində ola bilər və bu qəflət onu əxlaqi büdrəmələrə sürükləyər. Odur ki, hər kəsi Qurani Kərimi dərindən oxumağa, ayələr üzərində təfəkkür etməyə, imanını möhkəmləndirməyə və əməllərini düzəltməyə çağırırıq. Namaz yalnız bu fundamental təməl üzərində qurulduqda, həqiqətən insanı çirkin və yaramaz işlərdən çəkindirəcək, cəmiyyətdə müsbət dəyişikliklərə səbəb olacaq və Allahın buyruğu tam mənası ilə reallaşacaqdır.